Naxçıvan spesifik bir regiondur. Yəni mən orada tarixi abidələri filanlarda indi 2 gün qaldım. Mən 3 gün qaldım. Ziyarət çatdırdıq. Düz gün qısadır filan, toy filan çat. Amma bacardığım qədər Culfaya filan da getdik. Orada Qarabağlar türbəsi, Möminə xatın türbəsi, sonra Xan sarayı var. Orada Səlcuqlular dönəmindən qalma heç olmasa bilinmir. Yəni çox oraları ziyarət elədik. Əshab-ı Kəhfə çıxdıq, Əlincə qalasına çıxdıq. Əlincəyə də getdiniz? Əlincəyə də getdik. Və neçə min nə qədər deyib pilləkəndə yıxıldıq, öldük ora çatana qədər. Deyir xan çıxıb ora, nətər çıxıb ora. Xan bir neçə çıxıb özdə. Ya ona görə ona pensiya düşür. Yəni çıxıb sonra o ən az bir millilik damarı var imiş ki, o Əlincəyə çıxıb, yəni ora çıxmaq hər adamın işi deyil. O da başqa dərd ki, o Əlincəyə bir turistik məkan eləyin, bir kant çəkdirin, bir obyekt, bir su içməyə, çay içməyə, həm də orada bir gəlir olsun, muzey işçiləri oradan qazansın, turistlərin marağı olsun, bir şəkil çəkdirmə yeri olun filan. Yəni tarixi də məsələn gəlsən Avropaya mən indi getməmişəm, amma bilirik də gəlsən məsələn bir tarixə dev qarışma suverini ala bilərsən 10 avro. Burada şəkil çəkdirsən fonda o düşəcək 10 avro. Filankəsin qılıncını istəyən taxt böyrü və bir 5 manat da ondan. Yəni pul həm turist gəlir, həm pul qazanır, həm iş dövrəyə gedir, muzey işçiləri qazanır. Heç də qopquru tikiblər, milyonlarla pul veriblər. O pilləkənlər zülmlə tikiliblər. Heç də çoxu da gəlir aşağıdan baxır, heç turist zad da gəlmir.